Deməli, salam, mən bugün sizə Hüseyn Cavidin Ana və İblis dramı haqqında olan testlərin izahını verəcəm ERM nəşriyyatından. Başlayaq. Birinci sualdan. Deməli, verilmiş nümunələri Euler Venn diaqramı əsasında müqayisə edin. Hansı fikir diaqramın heç bir xanasına yazıla bilməz? Ana piyesi və İblis piyesi verilib. Səlma ana verdiyi sözün üstündə axıra qədər dayanır. Bəli, bu doğrudur. Bunu biz birinci xanaya aid edə bilərik. Arif əsərin əvvəlində həqiqət axtarıcısı, ətrafdakı faciələrə görə narahat bir insandır. Bəli. Əsərdə nəfs Arifi iblisləşdirən bir qüvvəyə dönür. Bəli. Murad xilas olmaq üçün anadan mərhəmət istəyir. Bu bizi çaşdıra bilər, mərhəmət istəməsi. Hansı ki, belə deyək də, o Qampoladı öldürdükdən sonra qaçır, harasa gizlənmək istəyir, aman diləyir. Əslində bu aman diləmək deməyək, kömək istəyir də bir növ. Və Səlma ana ona kömək eləyir. Amma mərhəmət istəməsi burada onu deməyə çalışırlar ki, yəni sanki Qampoladı öldürdükdən sonra mərhəmət istəyir. Belə bir şey yoxdur. Çünki hətta o özünü günahkar hesab edir və hətta özünü öldürmək istəyir. Yəni və Səlma ana ona mane olur. Yəni belə deyək də, ondan Səlma anadan mərhəmət istədiyi bir şey, bir səhnə, bir belə deyək, proses yoxdur. Cavabımız elə burada olacaq D bəndi, çünki səhv fikirdir, mərhəmət diləmir. Arifi hürriyyətə dəvət edən, qəlbinə nuri həqiqət bəxş etmək istəyən surət iblisdir. Bəli, deyir, mən sənin qəlbinə nuri həqiqət bəxş edəcəm, hürriyyət bəxş edəcəm. Yəni bir növ onu yoldan çıxartmağa çalışır. Hüseyn Cavidin Ana piyesinin məzmunu ilə bağlı harda səhvə yol verilmişdi? Bir də cavabımız nə oldu? Bir də cavabımız D oldu. 2. Hüseyn Cavidin Ana piyesinin məzmunu ilə bağlı harda səhvə yol verilmişdi? Səlma ana qatildən necə intiqam ala bilərəm deyə düşünür. Ümumiyyətlə Səlma ana intiqam almaq barədə düşünmür. O ki, qaldı hələ necə intiqam ala bilərəm. Bu səhv fikirdir. Ona görə elə 2-də cavabımız A olur. Orxan mənfi surətli, bəli, mənfi, egoist, belə deyək, öz şəxsi maraqlarını düşünən. Əsərin qəhrəmanı olan Səlma ana insani keyfiyyətlərlə zəngin bir obrazdır. Bəli, doğrudur. Piyes Səlma ananın monoloqu ilə başlayır. Bəli, Allaha yalvarır, Allahdan belə deyək, ümidlidir, Allahdan bir belə deyək, kömək istəyir, oğluna qovuşmağını istəyir də bir sözlə. Səlma ana oğlunun gəlişini Səlimdən öyrənir. Bəli, əsərin son hissələrində artıq Qampoladın kəndə girdiyini, məsələ ölüm xəbərini də Səlma anaya Səlim deyir. Cavabımız olur burada A bəndi. 3. Cavidin Ana piyesinin məzmunu ilə bağlı doğru fikri seçin. İsmət obrazı zalımlığı və qəddarlığı ilə seçilir, yanlışdır. Səlma ana intiqam hissi ilə yaşayan, qisas almağa çalışan insandır, xeyr, yanlışdır. Əsərin sonunda Səlim Muradı xəncərlə öldürür. Ümumiyyətlə, Murad ölmür əsərdə, çünki ana buna mane olur. Yəni, belə bir şey yoxdur. Hətta ona gizli yol göstərir ki, buradan birbaşa kəndə gedə bilərsən. Qampolad intiqamının alınmasını istəmir. Bəli, bax, bu doğru fikirdir. Çünki Qampolad anasına deyir ki, mən zaten intiqamımı almışam, deyir. Orxanı, İzzətlə dalaşanda, belə deyək, onları öldürmüşdü. Lakin Murad sanki xaincəsinə onu arxadan vurmuşdu. Cavabımız D bəndidir. Səlim Qampoladın qisasını almağa nail olur. Xeyr, nail ola bilmir. Çünki dediyimiz kimi Murad qaça bilir də, yəni Səlma ana onu gizlədir. Ana piyesində Səlma ana ümidini kimdə görür? Təbii ki, Tanrıda görür. Çünki Tanrıya yalvarışla başlayır. Cavidin İblis əsərinin məzmunu ilə bağlı doğru fikri seçin. 4-də A oldu. 5. İblis əsərinin məzmunu ilə bağlı doğru fikir. Əsər İblisin monoloqu ilə başlayıb Arifin monoloqu ilə bitir. Əsər əslində İblisin monoloqu ilə başlayıb, İblisin monoloqu ilə də bitir. Lakin bu doğru olsaydı belə, bu yenə götürülməzdi ki, çünki bu məzmun deyil, forma xüsusiyyətidir. Əslində fikrimiz yanlışdır, lakin biz bunu yanlış olduğuna görə yox, ümumiyyətlə düz olsaydı da biz bunu götürə bilməzdik. Əsərdə ictimai ədalətsizlik, gerilik, avamlıq əsas tənqidi hədəfdir. Xeyr, avamlıq, gerilik belə bir şey yoxdur. İbn Yəmin Elxanın göstərişi ilə öldürülür. Bəli, bu doğrudur. İbn Yəmin məhz Elxanın göstərişi ilə öldürür. Çünki Elxan onun əvvəl belə deyək də əmrində işləmiş bir şəxsi olubdu və Elxan onun belə deyək, pis əməllərini açmaq üçün sübutlar toplamışdı. Buna görə də məhz İbn Yəmin onu qaçaqçılığa vadar etmişdi.
Elxanı hətta öldürmək istəyirdi. Lakin Elxan sonda İbn Yəmini öldürür belə. Elxanın göstərişi ilə öldürülür. Əsər nikbin sonluğuna gələcək ümidlə bitir. Xeyr, burada bir nikbin son görə bilmirik. Əksinə bədbin bir son var. Çünki əsərdə öz nəfsinə uymuş, öz nəfsinin qurbanı olmuş insanın taleyini görə bilirik. Nəfsinə uyub qardaşını öldürən Arif özünü güllələyir. Xeyr, güllələmir, istəyir güllələsin, amma Rəna buna mane olur. Deməli, doğru fikir burada oldu nə? C bəndi, İbn Yəmin Elxanın göstərişi ilə öldürülür. Baxaq A bəndin 6-ya. Hüseyn Cavidin İblis əsərinin məzmunu ilə bağlı doğru fikri seçin. İblis. Arif etiraz və nəfsini cilovlaya bilmir. Məsələ doğru fikir budur. Cilovlaya bilmir. A bəndi doğru fikirdir. 6-da B. Nizami Gəncəvinin İskəndər obrazı kimi əsərin sonunda Arif də kamillik mərtəbəsinə yüksəlir. Xeyr, Arif kamillik mərtəbəsinə yüksələ bilmir. Vasif İbn Yəmini öldürməklə Rənanın rəğbətini qazanır. İbn Yəmini öldürən Elxandır. Daha doğrusu öldürtdürən də, yəni göstəriş verir və öldürürlər. Vasif deyil. Yanlış fikirdir. Əsər mələyin monoloqu ilə başlayıb İblisin monoloqu ilə bitir. Xeyr, bayaq da qeyd elədim. Əsər İblisin monoloqu ilə başlayır, elə İblisin monoloqu ilə də bitir. Haqsızlıqlara üzləşən Rəna Elxandan kömək istəyir. Ümumiyyətlə Rəna heç kimdən kömək istəmir. Sadəcə deyir ki, mənim babamın qatilini kim tapsa, mən ona səcdə edərəm və belə deyək də, sanki ürəyimi ona verərəmmiş kimi bir ifadə işlədir. Bu da yanlışdır. Cavabımız oldu nə? A bəndi. 7-də. Hüseyn Cavidin İblis əsərinə əsasən xarakterlər xəritəsindəki heç bir xanaya yazıla bilməz. İbn Yəmin bir böyük ordu, bir yığın insan, mənim uğrumda oldu həp qurban. Bu onun nitqidir. Bəli, bunu harda deyir? Çavuşdan söhbətində deyir. Və Arif də gizlincə qulaq asır. Xaindir, satqındır. Bəli, bu onun xarakteridir. Mən heçlə doğan bir ulu qüvvət, ulu qüdrət. Bir qüdrət-i külliyyə ki, aləm bana bədxah. Bu, İblisin öz dilindən ifadə olunur, öz nitqindən ifadə olunur. Yəni, İblisin nitqidir, bura aid eləyə bilmərik və cavabımız olur C bəndi. Rənanın atasının qatilidir İbn Yəmin, bəli. Aman əf et, qüsurluyam Elxan. Bəli, 4-cü pərdədə biz görürük ki, o Elxandan aman əf diləyir. Lakin Elxan onu əff etmir, onu öldürtdürür də, belə deyək, göstəriş verir və öldürürlər. Cavabımız oldu burada nə? Deməli, C bəndi. Daha sonra Hüseyn Cavidin İblis əsəri ilə bağlı yanlış fikri seçin. İbn Yəmin Rənanın atasını öldürərkən Arif bunun şahidi olmuşdu. Arif yox, əskər şahid olmuşdu. Biz bunu Çavuşun nitqində görürük. Deyir ki, Arifdən daha müthiş bəla əskər özüdür deyir. Hansı ki, onlarla gələn əskər. Çünki deyir, Rənanın babasını öldürərkən deyir, buna şahid olmuşdu deyir o. Yəni, cavabımız burada yanlış fikir ilə A bəndidir. Elxan onu ləkələyən İbn Yəmini bağışlamır. Bəli, bağışlamır, onu öldürtdürür. Ləkələmək də deyəndə, yəni burada biraz yanlış anlaşılma olar. Elxan onu ləkələyən İbn Yəmini. Yəni, belə deyək, Elxanı axı sıradan çıxartmışdı, belə deyək də, onu qaçaqçılığa məruz etmişdi, onu çıxartmışdı sıradan, belə deyək, ordudan çıxartmışdı. Elxan da vadar olub qaçaqçılıq yolunu seçmişdi. Əslində Elxan onun bütün pis əməllərini bildiyi üçün İbn Yəmin onu öldürmək belə istəyirdi. Belə, yəni İbn Yəmini bağışlamır və öldürür. Arif İblisin kəramət sahibi olduğunu söyləyir. Bunu biz 4-cü pərdədə görürük. Əslində İblis başqa bir qiyafədə idi. Burada ağsaqqal bir qiyafədə idi və onu gedir Rəna ilə bir yerdə əlindən öpür. Elxan soruşanda ki, bu kimdir? Dir sahibi kəramət. Kəramət sahibidir deyir. Əsər müharibə əleyhinə yazılmışdı, bəli, və deyir burada orduların deyil, insanların qarşılaşması göstərilir. Arif sonda kamilləşə bilməyib öz qardaşını öldürdüyü üçün faciə adlanır, bəli, doğrudur. Cavabımız oldu A bəndi. 9. Hüseyn Cavid İblis əsərinə əsasən xarakterlər xəritəsindəki heç bir xanaya yazıla bilməz. Arif Vasifi öldürür, doğrudur, bu bunun əməlidir, onun əməlidir. Xavəri boğaraq öldürür, o da, yəni, məhz bu da onun əməlidir. Qətiyyətsizdir, iradəsizdir, bəli, bu onun xarakteridir. Heç qorxma, yanımda həm silah var, həm altın, əvət, nasıl da parlar. Bunu deməli onun nitqidir və harda deyir? Meşədə Rəna ilə gedərkən
Arxadan yol basanların səsi gəlir, yol kəsənlərin səsi gəlir. Rəna deyir, desən haydutlar var və bu zaman Arif bu kəlmələri işlədir. Belə. Nöqsansızdır, qüsursuzdur, kamildir. Xeyr, bu yanlışdır. Biz bunu heç birinə aid eləyə bilmərik. Çünki qüsurludur, kamilləşməmişdir həm də. Yanlış cavabımız oldu nə? Y bəndi. Ona baxaq. Hüseyn Cavid ana əsərinə əsasən xarakterlər xəritəsindəki heç bir xanaya aid edilə bilməz. Deməli, Səlma xarakter cərgəsinə görə mərhəmətlidir, bəli, bu onun xarakteridir. Oğlunun qatilini bağışlayır, bəli, bu onun əməlidir. Nə üçün o şimdi olsun böyle qafil? Xayır, xayır, oğlum vəfasız deyil, bəli, bu onun nitqidir. Əsərin əvvəlində oğlunun yolunu gözləyərkən, hansı ki, evinin qabağında oturub danışırdı öz-özünə, monoloqundandır. Oğlunun intiqamının alınmasına mane olur. Bəli, mane olur. Hansı ki, Səlim də, sonra İsmət də istəyir ki, Muradı öldürsün və bu zaman gedir, deyir, yəni belə deyək də mane olur. Muradı gizlədir, İsmətə də qoymur, yəni ki, öldürsün. Baxdım, əziyor ruhumu həp qeyri əsarət, qeyri əsarət, gəldim edəyim ta səni hürriyyətə dəvət. Bu iblisin dilindən bir verilmiş bir fikirdir və Arifə deyir bunu. Və ana əsəri ilə də əlaqəsi yoxdur. Ona görə biz onda Y bəndini götürürük. Daha sonra 11. Hüseyn Cavid ana dramı ilə bağlı səhv fikri göstərin. Səlma anaya Qampoladdan gələn məktubu İsmət gətirir. Bəli, əsərin əvvəlində İsmət gətirir. Ana oğlunun gələcəyini xəbər verdiyi üçün İsmətə gümüş kəmər verir. Ümumiyyətlə, oğlunun gəlmə xəbərini Səlma anaya Səlim gətirir, verir. Gətirir, verir də deyənə, o xəbər verir və bu əsərin sonunda baş verir. Kəməri də məhz Səlimin belinə bağlayır. Səlimin belinə bağlayır, gümüş kəməri ona hədiyyə eləyir. Lakin bu əsərin əvvəlində idi. Yəni, necə deyək, gümüş kəməri əsərin əvvəlində sanki bir göz aydınlıq kimi bir məktub gəlmişdi axı. Məktubun gəlişində artıq yazılmışdı ki, bəs Qampolad gələcək. Bunun şadlığından o bir nəmər kimi Səlimə onu hədiyyə edir. Və hətta burada da Səlim deyir ki, necə möhtəşəm bir qadındır deyir. Və əsərin sonunda da Səlim onun həm gəlmək xəbərini, həm də ölüm xəbərini verir. Yəni, kəməri xəbəri verərkən yox, əvvəldə sanki özü öyrənmişdi məktubda, mollaya oxutturmuşdu və sevincindən belə nəmər kimi Səlimə gümüş kəmər hədiyyə etmişdi. Və deyirdi, hətta gəlib çıxsın toyun eləyim, deyir, sənə daha gözəl şeylər verəcəm. Belə, yəni cavabımız B bəndidir. Burada yanlış fikirdir. Burada İsməti veriblər. Belə, C bəndinə baxaq. Səlma ana oğlu Qampoladı Yusif peyğəmbərə bənzədir. Doğrudur. Orxan və İzzət Qampolad tərəfindən öldürülür. Bəli. Qampolad gələndə onlar onun yolunu kəsmişdilər və Qampolad onları öldürür. Özünü xəncərlə öldürmək istəyən İsmətə Səlma ana mane olur. Bəli, cənazənin üstündə, Qampoladın cənazəsinin üstündə özünü öldürmək istəyir və Səlma ana mane olur. Bu arada Səlma ana 2 nəfərin ölümünə mane olur. Bir Muradın, bir də İsmətin. Cavidin iblis faciəsi əsasında xarakterlər xəritəsindəki uyğunluğu müəyyən edin. Arifin nitqi, əməli və xarakteri. Xavəri və Vasifi öldürür. Bəli, bu onun əməlidir. 1A. Daha sonra bir mürşid, o sahibi kəramət, xoş gəldin, aman nə mutlu saat. Bunu Rəhnaya gələrkən deyir nitqində. A, B. İbn Yəmni xainliyinə görə öldürür. Xeyr, ümumiyyətlə İbn Yəmni deyir ki, Elxan öldürtdürür. Yəni göstəriş verir, öldürürlər. Yəni C-ni heç bir varianta aid eləyə bilmərik. D. Bir şeyin yoxsa da könlün var ya, buna ver könlünü, bana ver könlünü. Bu nitq isə iblisə aiddir. C ilə D-ni ümumiyyətlə aid eləmirik. Vətənpərvərdir. Vətənpərvər obraz orada Vasif idi. Arifi götürə bilmərik. Yəni düz deyil və Arif də hardasa, amma tam olaraq Arif deyil də, yəni Vasifin adına verilir vətənpərvərlik. Mənəviyyatca zəifdir. Bəli, bu elə Arifin xüsusiyyətidir. Çünki hərisliyə, vara, pula hərisliyi, nəfsinə sahib çıxa bilməmək. Cavabımız olur A, B, F, yəni A bəndi. 14'e baxaq. 14.
Hüseyn Cavidin İblis əsərindəki hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Vasif və zabit yoldaşı yaralı rus zabitini gətirirlər. Aha, bu bir oldu. İblis xidmətçi geyimində görünür. İblis xidmətçi geyimində görünür. Rənanın İbn Yəmin haqqında sənədləri Arifə verir. Arif Xavəri boğaraq öldürür. Elxanın İbn Yəmini öldürtdürür. Elxan İbn Yəmini öldürtməsi ən axır hissədədir. Daha sonra Vasif zabit yoldaşı yaralı rus zabitini gətirirlər. Bu lap əvvəldədir. İblis xidmətçi geyimində görünür. Bu ondan sonra baş verir. Rənanın İbn Yəmin haqqında sənədləri Arifə verməsi. Bəli, bu da 1, 2, 3. Arif Xavəri boğaraq öldürür. Bəli, Arif məhz orada şərab içəndən sonra gedib Xavəri öldürür. Yəni şərabın təsiri altında deyək. 1, 2, 3, 4, 5. Elə bu ardıcılıqla da gedir. Hansı variant? B variantı. Aha, İbn Yəmin əməlləri ilə bağlı sənədləri Arifə kim verir? Təbii ki, Rəna Arifə verir. Olur cavabımız A bəndi. Sonra Hüseyn Cavidin ana dramında ana obrazını səciyyələndirir. Səlimin xəncəri ilə Muradı öldürmək istəyir. Xeyr. Ümumiyyətlə, ana heç kimi öldürmək istəmir. Səlimi oğlunu müdafiə edə bilməməsində günahlandırır. Xeyr. Ləzginin verdiyi bəd xəbər onu sarsıdır. Ləzgi verməmişdi xəbəri. Xəbəri Səlim vermişdi. Yanlışdır bu da. Daha sonra Muradı sona kimi qoruyur, sözünə əməl edir. Doğrudur. Digər obrazlarla daim konflikti olur. Yanlışdır. Cavabımız doğru cavabımız oldu nə? D bəndi. Muradı sona kimi qoruyur, sözünə əməl edir. Bir böyük ordu, bir yığın insan benim uğrumda oldu hep qurban. Bu sözlər kimin idi? Bu sözlər İbn Yəminin idi. Deyir Hüseyn Cavidin İblis faciəsindən nümunəni davam etdirin və Kamilin kimin dilindən deyildiyini müəyyən edin. Biz dedik ki, İbn Yəminindir. İndi müəlliflərə baxaq. Kiçik zabitin dilindən, Arifin dilindən, İbn Yəminin dilindən, İblisin dilindən, İblisin dilindən. İbn Yəminin dilindən bir dənə C variantındadır. Və indi ardın oxuyaq. Kefə sərf elədim. Də milyonlar yenə dövlətcə etibarım var. Bəli, məhz yuxarıda verilmiş 2 sətirdən sonra, belə deyək, 2 misradan sonra məhz bu sözləri deyir. Cavabımız olur C bəndi. Bunu da bilirsiniz harda deyir. Bunu Çavuşla söhbətində deyir, hansı ki Arif eşidirdi. Cavidin İblis faciəsində belə bir surət yoxdur. Xavər var, Rəna var, Vasif var, Kiçik zabit var, Eldar. Eldar yox, Elxan var. Cavabımız olur C bəndi. Hüseyn Cavidin hansı əsərində Şərq-Qərb müstəvisində Azərbaycan baxışları əks olunmuşdu? Düzdür, bu aid deyil, amma deyək burada Azər əsəridir ki, burada Şərq və Qərb müstəvisində Azərbaycana baxışları əks olunmuşdu. Aha, daha sonra əslində belə sualları demişdim, cavablandırmayacağım. Neysə, eybi yox, bir dəfə qalsın. Hüseyn Cavidin İblis faciəsinin bu obrazı Türk ordusuna xainlik etmişdi. Türk ordusuna xainlik edən obraz İbn Yəmin idi. Y bəndi. Hüseyn Cavidin ana əsərindən verilmiş bu stat hansı obrazın dilindəndir və kim haqqında söylənilib? Getmək qolay, ancaq sən etiraf et, ana əsərindən. Getmək qolay, ancaq sən etiraf et, anlat başından keçəni büsbütün, yoxsa mən sana rahat vermərəm bugün. Bu sözləri biz Səlimin dilindən eşidirik, hansı ki İsmətə deyir. Çünki İsmət etiraf etmək istəmirdi ki, bəs Orxan ona sevgi etiraf edib. Amma Səlim təkidlə deyir, israr edir ki, yox sən xəncərlə özünü deyir, öldürmək istəyirdin, deyir. Elə görür də, xəncəri görür əlində, elə bilir ki, özünü öldürmək istəyir və deyir, nə olub da, yəni mənə danış. Daha sonra xəncəri gizlətmişdi arxasında. Və bir sözlə də, yəni bu sözləri Səlim deyir və kimə deyir? Təbii ki, İsmətə deyir. Bəli, Səlim İsmət haqqında, bəli. 21-də cavab A bəndi. Daha sonra 22. Hüseyn Cavidin İblis əsəri ilə bağlı doğru-yanlış cədvəlindəki səhvi müəyyən edin. Elxanın əmri ilə İbn Yəmin və digər xainlər güllələnir. Bu doğrudur. Elə qabağına da doğru verib. Yəni uyğunluq gözlənilib. Rəna İbn Yəminin cinayətləri ilə bağlı sənədi Arifə verir. Doğrudur və doğru yazılıb, gözlənilib. Rənanın atasının qatili İbn Yəmin, hadisə şahidi isə Arifdir. Hadisə şahidi əskərdir.
Yəni yanlışdır burada və qabağına da yanlış verilib, uyğunluq gözlənilib. Vasif Rənaya atasının qatilinin İbn Yəmin olduğunu söyləyir. Vasif Rəna, bəli bu doğrudur, amma qabağında yanlış verilib. Belə cavabımız D bəndi olur. Yanlış variant budur. Çünki əslində fikir doğrudur, amma qabağındakı xana uyğun gəlmir. Elxan ordudan qaçaq düşmüş mənfi surətdir. Bu yanlış fikirdir. Çünki qaçaq düşüb, amma mənfi yox, müsbət surətdir və qabağında da yanlış yazıblar. Yəni uyğunluq gözlənilib. Uyğunluq gözlənilmədiyi xana D bəndidir. Doğru fikrin qarşısında yanlış fikir yazıblar. 23-ə baxaq. Hüseyn Cavidin ana əsəri ilə bağlı doğru yanlış cədvəlindəki səhvi müəyyən edin. Səlim Qampoladın gəlməsi xəbərini Səlma anaya çatdırır. Doğrudur. Əsərin sonunda, son hissələrində. Səlma ana Murada evini açır. Bu da doğrudur. İzzət Səlma anaya oğlunun başına gələnləri söylüyor. İzzət Səlma anaya oğlunun başına gələnləri. Xeyr, İzzət deyildi. O Səlim idi ki, anaya oğlunun başına gələnləri danışır. Yəni yolda necə oldu, necə yaralandı. Yanlışdır bu və qarşısında da yanlış veriliblər. Uyğunluq gözlənilib. Səlma ana oğlunun Qampolad olduğunu Murada deyir. Bəli deyir və qarşısında da doğrudur. Səlma ana İsmətin Muradı öldürməsinə mane olur. İsmətin Muradı öldürməsinə doğrudur. Bəli, İsmət istəyir öldürsün Muradı. Lakin ana xəncəri alır onun əlindən, belə deyək. Doğrudur, amma doğrunun qarşısına yanlış qoyduğu üçün cavab Y bəndidir. Yəni yanlış cavabımız Y bəndidir. Uyğunluq gözlənilməyib. Burada doğrunun qarşısına yanlış yazıblar. 24. Hüseyn Cavidin İblis əsərindəki obrazların nitqinə görə ardıcıllığını müəyyən edin. Bir böyük ordu, bir yığın insan bənim uğrumda oldu, həp qurban. Bu, bayaq da qeyd elədik, İbn Yəminin nitqi idi. Bir fəzilətsə öldürüb bölmək, canavar bizdən əşraf olsa gərək. Bunu kim deyir? Bunu Arif deyir. Kimə deyir? İbn Yəminə deyir. İbn Yəmin hansı ki ordudan gəlmişdi, müharibədən gəlmişdi və qürrələnə deyirdi ki, mən müharibədən gəlmişəm. Və bunun qarşılığında da məhz Arif o sözləri deyir. Üçüncü deyir ki, sus bir ləkədir bu söz sənin üçün 5 altına qarşı bunca vəhşət. Bu Rənanın dilindən deyilir, Arifə qarşı deyilir. Hansı ki, bayaq qeyd elədim, meşənin içində gəlirdilər və Arifdən soruşur ki, bu qədər pul sənə hardan verirsən, qızıl var, silah var. O da deyir ki, bəs bir dost deyir, əllərimdə can verdi və bu zaman bu sözləri deyir. Rəna da ona qarşı. Baxdım, əziyor ruhunu həp qeydi əsarət, gəldim edəyim də səni hürriyyətə dəvət. Bu isə iblisin dilindən Arifə qarşı deyilir. Deməli, birincisi oldu İbn Yəmin, 2. İkincisi oldu Arif, yəni 1, 2, 1. Üçüncüsü oldu Rəna, 2, 1, 4. Və sonuncusu isə iblis, 2, 1, 4, 3. 2, 1, 4, 3 cavab oldu C bəndi. 24-də C bəndi. 25-ə baxaq. Hüseyn Cavidin İblis əsəri haqqında əsasında klasteri tamamlayın. Arif, mənəviyyatca zəif olması cinayətlər törətməyinə səbəb olur. Bəli, bu doğrudur. Doğru olduğu üçün ardıcılığı da doğru fikirlərlə tamamlayacağıq. Əgər yanlış verilsəydi, yanlış ardıcılıq, yanlış fikirləri seçəcəkdik. Allahdan onu göllərə qaldırmasını istəyir. Bəli, doğrudur. Ona görə elə cavabımız B-dir. B nədir? 1-dir. Ədalətli cəmiyyət qurmaq üçün çalışır. Ədalətli cəmiyyət qurmaq üçün çalışmır. Sadəcə istəyir elə olsun. Amma belə deyim də, sırf məqsədi ədalətli cəmiyyət qurmaq deyil. Sadəcə bu haqsızlıqları qəbul eləyə bilmir. Doğru nədir, yanlış nədir? Arafda qalıb da sanki tam olaraq. O deyir, mən peyğəmbərləri də deyir öyrəndim, Qurana kitab da deyir öyrəndim. Amma deyir, hələ də deyir, özümə bir yol tapa bilməmişəm. Və göylərə qalxaraq, Allahın yanına qalxaraq belə deyim, görmək istəyir, deyir, görmək istəyirəm, görüm cənnətdə mələklər necədir. Deməli, 1 aid oldu, 2 aid olmadı, 3. İlk səhnədə mənəvi saflığını qorunmağa can atan bir gəncdir. Bəli, ilk səhnədə belə görünür, amma əfsus ki, bunu axıra qədər davam elətdirə bilmir. Cavabımız 1, 3. Altun və qurşun sınağından çətinliklə də olsa çıxır. Çıxa bilirmi? Təbii ki, xeyr, çıxa bilmir, çünki nəfsinə yenik düşür. Əsər boyu mənfi ehtiraslar qarşısında iradəli olur. Təbii ki, yanlışdır, iradəsizlik göstərir. Cavab oldu B bəndi. 26. Hüseyn Cavidin ana dramı ilə bağlı sual-cavab cədvəlində verilmiş səhvi müəyyən edin. Orxan İsmətə
Nəyi təklif edir? Atlanıb onunla kənddən qaçmağı. Bəli, deyir, istəsən deyir, mənlə deyir, atlanıb kənddən yəni mənlə deyir, atlanıb kənddən qaça bilərsən, buradan qaça bilərik. Lakin İsmət ona üzüyünü göstərərək deyir, bax deyir, bu deyir, məni deyir, İsmətə nədir? Qampolada bağlayan əsas şeydir deyir və mən onun deyir, nə varını, nə pulunu istəmirəm. Daha sonra B bəndində Səlma ana kimi öz evində gizlədir Orxanı. Xeyr, bu səhvdir. O öz evində Muradı gizlədir. Çünki Murad qatil idi. Burada səhv bəndi istəyir. Cavabımız B bəndidir. İsmət kimin gəldiyini görüb xəncəri gizlədir. Qardaşı Səlimin. Doğrudur. Səlimin intiqam almasını kim istəmir? Qampolad. Bəli. Qampolad deyir ki, mən onsuz da öz intiqamımı almışam, mənə üçün intiqam almayın. Murada qaçış yolunu kim göstərir? Səlma ana. Doğrudur. Cavabımız oldu B bəndi. 27. Verilmiş əsərin hansında ədəbin obyektə qarşı subyektiv münasibəti aparıcıdır? Deməli, Çoban türküsü, Şeyx Sənan, Azər, Maral və Uçurum verib. Verilmiş əsərin hansında ədəbin obyektə qarşı subyektiv münasibəti? Bu isə A bəndidir. Yəni, Çoban türküsü. Çoban türküsü. Hüseyn Cavidin İblis faciəsində Çavuş daha müthiş bəla deməklə kimi nəzərdə tutur və nöqtələrin yerinə uyğun obraz müəyyən edin. Təbii ki, o əskəri nəzərdə tuturdu. Deyirdi ki, Arif deyir bəladır, amma bizim deyir əskər ondan daha müthiş bəladır. Oxuyaq. Bəyim, hər şey bir bəla gördüyün Arif bunu kimə deyir? İbn Yəminə deyir. Çünki deyir, Rənaya pək yaqın şu hərif daha müthiş bəla bizim əskər, qorqarım cümləsi faş eylər. Bizi görmüş də çünki Rənanın babasını qətl edən zaman xain. Deməli, cavabımız oldu burada nə? Əskər, Y bəndi. Daha sonra 29-a baxaq. Nə oldu buna görə sən dəqiqə? 29. Deməli, böyümədi. Saytdan girmişəm deyənə biraz bu çətinliyi yaradır. İnşallah ki, bir başa qayıtmaz. Bu qədər əziyyət boşa getməz. Yazıldığı ədəbi növ baxımından biri səhv verilmişdi. 29-da. Deməli, İlkbahar epik növ, Uçurum dramatik növ, Knyaz dramatik növ, Azər epik növ, Qadın lirik növ. Burada İlkbahar epik növdə deyil. Yazıldığı ədəbi növ baxımından biri səhv verilmişdi. İlkbahar epik növdə deyil. Yəni lirik növdədir. Daha sonra 30-a baxaq. Uyğunsuzluğu deyir, göstərin. Peyğəmbər tarixdən alınmış hadisələrə müraciət olunmuşdur. Peyğəmbər əsərində tarixdən alınmış hadisələrə müraciət olunmuşdur. Maral, pula, sərvətə, aludəçiliyin insan həyatına gətirdiyi bədbəxtçilikdir. Maral əsərində pula, sərvətə, aludəçiliyin insan həyatına gətirdiyi bədbəxtçilikdir. Doğrudur. Qız məktəbində Bakı mətbəə işçilərinin həyatından bəhs edilir. Xeyr. Knyaz azad sevginin təntənəsi ön plana çəkilibdir. Bəli, doğrudur. Şeyx Sənan insanın mənəvi ucalığı. Bəli, bu da doğrudur. Cavabımız olur C bəndi. 30-da deməli. Qız məktəbində Bakı mətbəə işçilərinin həyatından bəhs edilir. Xeyr. 31. Hüseyn Cavidin yaradıcılığının birinci mərhələsi hansı əsər tamamlanır? Hansı mərhələsi Hüseyn Cavidin yaradıcılığının birinci mərhələsi hansı əsər ilə deyir tamamlanır? Deməli, onun birinci mərhələsi təbii ki, uçurumla tamamlanırdı. İblisin intiqamı, Maral, Xəyyam, Şeyx Uçurumla tamamlanırdı. Verilmiş nümunə kimin dilindəndir? Ya Rəbb, bu nə dəhşət, nə fəlakət. Ya Rəbb, bu nə vəhşət, nə rəzalət. Yox kimsədə insaf-ı mürüvvət, iblisə mi uymuş bəşəriyyət? Bu, mələyin dilindən verilir. Mələyin monoloqudur. Bir də iblisə uymuş bəşəriyyət sözünü İxtiyar Şeyxdə işlədir. Deyir, sanki deyir, bütün bəşəriyyət iblisə uyub. Amma lakin bu hissə, sırf bu hissə mələyə aiddir. Verilmiş nümunələr kimin dilinə verilmişdir? Ardıcılığı müəyyən edin. Toplar veriyor aləmə dəhşət, dəhşət qopuyor sanki qiyamət. Bunu iblis deyir. Ya Rəbb, azacıq lütfi inayət, qəhr olmada sanki bəşəriyyət. Bunu mələk deyir. Bir imdad istəyir sanki. Dünyaları yoxdan yaradan ey ulu tanrı.
Ey xaliqi hikmət. Ey xaliqi hikmət sözü təbii ki, Arifə aiddir. Cavabımız olur deməli, birincisi nə oldu? İblis, mələk və Arif. Baxaq. Bəli, G bəndi. İblis, mələk, Arif. 34. Deməli, nümunədə kimin dilindən verilmişdir? Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət, bulmazmı nəhayət? İnsanları xəlq etmədə var, bəlkə də hikmət, iblisə nə hacət? Hikmət sözü ümumiyyətlə dedik ki, məhz hikmət sözü Arifə aiddir. Y bəndi. Daha sonra 35-ə baxaq. İblis faciəsi haqqında səhv fikri seçin. Arif xaraktercə dəyişməyən obrazdır. Bu səhv elə A bəndi özüdür. Çünki Arif xaraktercədir, dəyişməyən obrazda. Arif xaraktercə dəyişir axı. Əvvəl başqa bir fikirdə idi. Daha sonra isə tamamilə başqa bir fikir sahibi olur. Rənanın atası İbn Yəmin tərəfindən öldürülmüşdü, doğrudur. Əsərdə dialoqlardan istifadə edilmişdi, bəli. Bir-birinə əks mövqedə duran obrazlar yaradılmışdı, bəli. Məsələn, elə Arif özü, daha sonra məsələn, mələklə iblis tutalım. Ariflə, məsələn, kimi deyim, Rəna, məsələn, fərqli bir obrazdır. Arif fərqli bir obraz. Məsələn, Xavər. Yəni, hamısı, belə deyək, fərqli obrazlardır və bir-birinə əks mövqedə duran obrazlarımız da var. Monoloqdan istifadə edilmişdi. Bəli, Arifin, iblisin, mələyin monoloqları var. Daha sonra iblis cavabımız nə oldu burada? Arif xaraktercə dəyişməyən obrazda, bu yanlış oldu. 35-də A. 36. İblis faciəsində hansı obraz öz nəfsinin əsiri olur? Təbii ki, Arif. Cavabımız olur D. Verilmiş nümunə kimin dilindəndir və nöqtələrin yerinə hansı obrazın adı yazılmalıdır? Sorma, heç sorma, Nazənin xavər, bəni əhv etdi, izdırabı, kədər. Bəli, bu xavər sözünü bir də elə oxuduqca belə deyək, axlıma gəldi. Xavərə müraciətlə deyir, Nazənin xavər. Bu Arif deyir ona, izdırabı, kədər. Arif xavərə deyir. Cavab Y-bəndidir və bilirsiniz bunu harda deyir? Hansı ki, artıq şərabı içmişdi, gəlmişdi, belə deyək, o qızılları uğurlamaq, qızılları artıq götürəcəyi hissə idi. Bax, orada deyir, səhv eləmirəmsə. 38-də Arifin faciəsinin əsas səbəbi nə idi? Ədalətsizlik yox, cəmiyyətdəki bərabərsizlik yox, cəhalət və məhfumat yox. Ümumiyyətlə, burada cəhalət və məhfumatdan danışa bilmərik. İçindəki hərisliyi, cəhalət hardasa, amma məhfumat, nə bilim, içindəki hərisliyi məhv edə bilməməsi, bəli, bax, bu onun elə məhv olma səbəbidir. Çünki hərisliyə qalib gələ bilmir, silaha, belə deyək, aldanır, altına, qızla aldanır. Qisas hissi, xeyr, qisas hissi də yox. Oldu, cavabımız D bəndi. İblis haqqında səhv fikri seçin. Faciə janrında yazılmışdı, doğrudur. Əsərdə dialoqlardan geniş istifadə olmuşdu, doğrudur. Real müharibə səhnələri təsvir. Xeyr, real müharibə səhnələri verilmir burada. Əsərdə deyirik ki, biz orduların deyil də insanların qarşılaşmasını sanki verir müəllif. Və burada real təsvir səhnələri yoxdur. Sadəcə, məsələn, deyir ki, filan döyüşdən gəldi. Məsələn, Vasif döyüşdən gəldi kiçik zabitlə və yaxud İbn Yəmin hansısa bir döyüşdə iştirak edir. Bir də, yəni, tam olaraq vermir. Bir də əsərin başlanğıcında pəncərədən, belə deyə, Arifin gözünə belə bir şey görünür ki, alovlar çıxır filan. Amma real olaraq bu səhnələr təsvir olunmur. Rənanın atasının qatili İbn Yəmindir, doğrudur. Arif öz nəfsinin əsiri olaraq Vasifi qətlə yetirir, doğrudur. Cavabımız olur nə? C bəndi. Eyler-Venn diaqramının kəsişən hissəsinə yazıla bilər deyir. İblis və mələk. İblis və mələk, hər ikisi müsbət obrazda, xeyr. Hər ikisi müharibənin tərəfdarıdır, xeyr. Hər ikisi mifik obrazda, bəli. Hər ikisi xeyrin qələbəsini arzulayır, xeyr. Hər ikisi mənfi obrazda, xeyr. Cavabımız olur C bəndə, hər ikisi mifik obrazda. Hüseyn Cavidin hansı əsərinin mövzusu Dağıstan həyatından deyir, götürülmüşdü? Bir dəqiqə buna baxaq. Hüseyn Cavidin deyir, hansı əsərinin mövzusu Dağıstan həyatından götürülmüşdü. Məhz elə ana əsəri idi bu, ana dramı idi. Hadisələr birinci pərdədə harda verilirdi? Dağıstanda baş verirdi, belə deyək. Dağıstan çöllüyünü deyir, göstərir. Orada deyir bir oba var. Oba deməyim.
Bir dənədir daxma kimi bir ev var və evin qarşısında ana oturub Allahla belə deyim, Allaha öz dərdini yanır da əsərin əvvəlində. Məhz Dağıstan həyatından bəhs edir. Bəs İblisdə harda başlayırdı? Birinci pərdədə məhz elə Bağdadda başlayırdı. Bağdad ərazisində başlayırdı. Burada isə Dağıstan ərazisində. 42-yə baxaq. Dəryaları hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızıl qan, canlar yaxar, evlər yıxar insan. Bu, İblisin dilindən deyilən bir söz, belə deyək, ifadədir bunlar. Ay Allah, bir dənə itməsin bu. Saytdan girmişəm, yenə bax bu düzəməli açmır. Vay, yenə qayıtmasın başa. Getdi. Yerini tapana qədər də. PDF-ni bunu yükləyə bilmədim, ona görə buradan girdim. Deməli, deyir ki, dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan, sellər kimi axmaqda qızıl qan, canlar yaxar, evlər yıxar insan. Nümunə kimin dilindəndir və fərqləndirilmiş hissədə işlənmişdir. Bu, təbii ki, İblisin dilindəndir və sellər kimi axmaqda qızıl qan. Sellər kimi. Burada bir qızıl qan epitet var. Sellər kimi axmaqda qızıl qan. Epitet var, bir də sellər kimi axmaqda qızıl qan. Sellərə bənzədir də qanın axmağına. Təşbih də ola bilər. 42-də baxaq görək bu nədir? İblisin təşbihi, İblisin. Sellər kimi axmaqda qızıl qan. Təşbih var. Sellər kimi axmaqda qızıl qan. Amma epitetdə var axı qızıl qan. Qızıl qanı bəlkə də epitet kimi götürməyə bilərik. Qızıl qan əslində al qan deməkdir. Yəni al qan, qırmızı qan əslində həqiqi mənada işlənir. Yəni qızıl qan, al qan, al qan deyir, al qana boyandı, qırmızı qana boyandı. Biraz bu mənim Bəli, belə təşbih olacaq. Çünki deyir, təşbih olduğu dəqiqdir. Sellər kimi deyir, axmaqda qızıl qan. Sadəcə bu qızıl qan hissəsi, bəli, qızıl qan əslində həqiqi mənada götürülür. Çünki qızıl qan ola bilər də, yəni al sözünün digər bir adı qızıl sözü ilə əvəz oluna bilər. Ona görə də biz bunu elə götürürük B bəndi, təşbih. Nümunə kim haqqındadır? Ey varlıq, yoxluğu, vardan daha dilbər, ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an bana göstər, könlüm səni izlər. Ey varlığı yoxluğu, vardan daha dilbər, ruhu bu Arifin dilindən deyilir və Allaha müraciətlə deyir. Burada dilbər bizi çaşdıra bilər ki, dilbər burada Rənaya deyir. Xeyr, burada Allaha deyir ki, ey varlığı yoxluğu vardan daha dilbər, ruhum səni izlər. Lütf et o gözəl çöhrəni bir an bana göstər, könlüm səni izlər. Və burada göyə qalxmağını istəyir. Deyir, məni göylərə qaldır deyir. Görüm necədir? Göydə mələklər. Cənnətdə mələklər daha doğrusu. Yer üzü inlər deyir. Yer üzü inlər. Görmək istəmirəm deyir bu əzabları, iniltiləri deyir. Görmək istəmirəm. Daha sonra İblis əsəri ilə bağlı səhv fikri hansıdır? Mələk müharibənin səbəbini bəşəriyyətin İblisə uymasında görür. Bu doğrudur. İlk səhnələrdə Arif həqiqət axtarışında olan bir gənc təsiri bağışlayır. Doğrudur. Haqq ədalət axtarışları Arifi kamil insana çevirir. Xeyr, ümumiyyətlə Arif kamil insana çevrilmir bu əsərdə.
Yəni yanlış cavabımız elə C bəndidir. İblis özünü günahkar bilmir. Əsl günahı insanın özündə görür. Bəli, doğrudur. Faciədə orduların deyil, insanların qarşılaşması bayaq da qeyd eləmişdim. Diqqət mərkəzinə çevrilmişdi. Doğrudur. Hüseyn Cavidin yaradıcılığı ilə bağlı səhv fikir hansıdır? Deməli, hər üç ədəbi növdə əsər yazmışdı Hüseyn Cavid, lirik, epik və dramatik. Hər üç ədəbi növdə əsər yazıbdı. Deməli, bəli, lirik, epik, dramatik. Bəli, yazıbdı. Həm lirik, həm epik, həm onun dram əsərləri var, şeirləri var, epik növdə əsərləri. Qız məktəbinə sujetli lirikanın ən gözəl nümunələrindəndir. Bəli, doğrudur. Onun dramaturgiyası Xəyyam İblisin intiqamı əsəri ilə tamamlanır. Onun dramaturgiyasıdır Xəyyam İblisin intiqamı əsərləri ilə tamamlanır. Dramaturgiyası bəli. Çoban türküsü İlkbahar epik növün ən gözəl örnəklərindəndir. Bayaq da bunu vermişdilər epik növdə. Xeyr, bu epik növdə deyil, lirik növdədir. Daha sonra 45-də qadın şeirində qadın taleyindən cəhalətdən danışılır. Qadın şeirində qadın taleyindən cəhalətdən danışılır. Doğrudur. Cavabımız olacaq nə? D bəndi. 45, 46-ya baxaq. Nümunə kimin dilindən kimə deyilmişdir? Kəmərin verilmə məqsədi nədir? Aha. İşte gümüş kəmər, həm də yepyeni, sonra yenə məmnun eylərəm sənə. Bunu ana Səlimə verir. Ananın dilindən Murada hər baxdığında səhvini anlamaq üçün xeyir. Orxanın dilindən xeyir, İsmətin dilindən xeyir, xeyir. Ananın dilindən Səlimə Qanpoladın gəldiyini xəbər etdiyi üçün. Qanpoladın gəldiyini xəbər etdiyi üçün. Ananın dilindən Səlimə Qanpoladın gəldiyini xəbər. Bəli, əslində Kəmər dedi ki, Səlimə verir, amma Qanpoladın gəldiyini xəbər etdiyi üçünmü? Qanpoladın gəldiyini axı sonda xəbər verirdi. Yəqin ki, bu doğru olar. Çünki digər variantlar uyğun gəlmir. Qanpoladın gəldiyini xəbər etdiyi üçün. Buna mən sonra özüm bir daha baxa bilərəm. Amma əminliklə Y-dir də, yəni. Sadəcə mən özümdə biraz şübhəli qaldı. Qanpoladın gəldiyini xəbər etdiyi üçün. Çünki məktubda özü gəldi, dedi ki, Mollaya oxutdurdum deyir. Deyir ki, gələcək. Belə. Neysə, buna baxarıq. Amma Y-dir cavab. Yəni, bir sözlə kəməri, bu hissə kəməri Səlimə verir və bayaq da sualların birində salmışlar ki, İsmətə kəmər söhbəti, gümüş kəmər söhbəti ana deməli Səlimə verir sadəcə. 47-yə baxaq. Ana pyesində Səlma ana qatili niyə bağışlayır? Aha. Ana pyesində deyir, Səlma ana qatili niyə bağışlayır? Qorxduğu üçün. Baxaq görək, qatil qorxurdu mu? Xeyr, qorxmurdu. Çünki nəyə görə qorxmurdu? Qorxmurdu. Cəsarətli idi əslində Murad. Çünki özünü öldürmək istəyirdi hətta. Yəni, səhvini başa düşmüşdü. Qatili tanımadan əvvəl onu qorumağa söz verdiyi üçün. Qatili tanımadan əvvəl onu söz verdiyi üçün. Əslində belə deyək, bu doğru fikirdir. Nəyə görə? Çünki deyir, əslində deyir, mən sənə deyir, heyf ki, deyir, mən sənə deyir, söz vermişəm deyir. Əgər deyir, söz verməsəydim deyir, mən deyir, sənə deyir, elə buradaca deyir, öldürərdim. Elə bir şey var idi, bəli. Ona görə elə cavabımız B bəndi olacaq. Qatili tanımadan əvvəl onu qorumağa söz vermişdi. Və əgər deyir, mən bu sözümü pozsam, mənə deyir, yaraşmaz, sözünə dönük kimi çıxmış olar. Və bunun qarşılığında da hətta ona böyük qadın adlandırır. Murad onu böyük qadını adlandırır. Əgər qatili ələ versə, İsməti də öldürəcəyindən qorxduğu üçün xeyr, qatilin ailəsinə yazıq xeyr, qatilin peşman olduğunu bildiyi üçün təbii ki, xeyr. Bunlar heç belə. Sadəcə olaraq qatili tanımadan əvvəl ona söz vermişdi və o sözünü poza bilməzdi. Ana üçün bu bir, belə deyək, necə deyim, doğru sayılmayan hesab, doğru hesab olmayan hərəkət olardı.
Deməli belə deyir ki, ana əsərlə bağlı səhv fikri hansılardır? Səhv fikir. Səlma ana oğlunun qatilini bağışlayır. Bu doğrudur. Orxan etdiyi hərəkətə görə peşman olur. Xeyr, Orxan etdiyi hərəkətə görə peşman olmur. Elə səhv fikirlərdən biri budur. Əsər Səlma ananın monoloqu ilə bitir. Əsər Səlma ananın monoloqu ilə bitir. Baxaq bir dəqiqə. Bəli, Orxanın artıq övladı ölür, Qampolad ölür və ondan sonra Muradı gizli bir kəndə göndərir yolla və arxasıca başlayır Muradın arxasıca sözlər deməyə, onu xain adlandırır və s. və s. Əsərin əvvəlində də Allaha müraciətlə, belə deyə, yalvarışı ilə bir Allahla monoloq ilə başlayır. Bu doğrudur. Deməli, əsər Səlma ananın monoloqu ilə başlayır və monoloqu ilə də bitir. Bu İblis əsərinə də aiddir. İblisin monoloqu ilə başlayır və elə İblis monoloqu ilə də bitir. Ana Muradı bağışlasa da Allahdan onun kam almamasını diləyir. Bəli, bu da doğrudur. Bu da doğrudur. Orada elə bir şey var. Allahdan kam almamasını diləyir. Qampolad kimi İsmət də qan tökülməsinə razı olmur. Qampolad kimi İsmətə xeyr. İsmət əksinə. İsmət hətta Muradı özü öldürmək istəyirdi. İstəyirdi ya Səlim öldürsün, ya özü. Lakin ana, yəni Səlma ana buna mane olur. Deməli, cavabımız oldu nə? Orxan etdiyi hərəkətə görə peşman olur. Bu, bir də o Qampolad kimi İsmət də qan tökülməsinə razı olmur. Bir də bu. 2 və 5 C bəndi. Daha sonra 49-a baxaq. Əgər İsmət səni rədd edərsə, nə edəcəksən sualına Orxanın cavabı sonuna qədər orada belə bir şey dedi. Nə edir? Deyir, onu da öldürərəm. Qampoladı da elə bir şey deyirdi. Sonuna qədər səbr edəcəm, xeyr. Zamanın axarına buraxacam, xeyr. Aləmi alt üst edərəm. Bax, bəli, bu var idi. Aləmi alt üst edərəm. Səlma anaya hər şeyi danışaram, xeyr. Özümü və İsməti öldürərəm. Özümü sözü yoxdur. Ümumiyyətlə, Orxan o qədər egoist idi ki, o heç özünü öldürməyi belə düşünmürdü. Sadəcə orada İsmətə belə deyə, yaxşı görünməkdən ötürü verir xəncəri ki, bağrımı yar. Belə bir şey deyir. Deməli, C bəndində alt üst edərəm deyir aləmi. Aha. Daha sonra və hətta deyir ki, bu hissədə deyir ki, qoymaram deyir, qovursun deyir olar. Belə bir şey. Daha sonra 50-də İblis ana əsərindən götürülmüş parçalar kimlərin dilindəndir? İblis və ana əsərlərindən götürülmüş parçalar. Söz yazılmalıdır. Dünyaları yoxdan yaradan ey ulu tanrı. Ey xaliqi. İblis ana əsərlərindəndir götürülmüş parçalar kimlərin dilindəndir və nöqtələrin yerinə hansı sözlər yazılmalıdır? Dünyaları yoxdan yaradan ey ulu tanrı, ey xaliqi hikmət. Deməli, bu ey ulu tanrı, bir də tanrı və Arif, tanrı Arif. Daha sonra ey mərhəmətkanı, ey ulu tanrı, ey yerlərin, göylərin hökümdarı. Burada isə ananın dilindən verilir. Deməli, Arif, tanrı. Burada da yenə tanrı, ana. Baxaq, Arif, İsmət yox, Arif, Səlma yox, Arif, Mələk, Murad yox, Arif, İsmətin, tanrı, Səlmanı. Arifin və Səlmanın tanrı. D bəndində baxın, yuxarıda Arif, aşağıdakı Səlma ana, ikisi də tanrıya müraciət edib, belə deyə yalvarır. Və bir də bu İblisdəki Arifin tanrıya müraciətini, adətən bu xaliqi hikmət sözünü yadda saxlamaq olar. Arif xaliqi hikmət deyir. Ana isə yerlərin, göylərin hökümdarı. Verilmiş nümunə kimin dilindən kimə deyilmişdir? Xeyr, sən bana edincə iltica, söz vermişəm, dönməm sözümdən əsla. Xeyr, sən bana edincə iltica, söz vermişəm, dönməm sözümdən əsla. Bu əslində ana obrazının sözlüdür. Xeyr, sən bana edincə iltica, yəni sən mənə etibar etmisən, söz vermişəm, dönmərəm sözümdən asla. Bəli, əslində Murad burada özünü öldürmək istəyirdi.
özünü öldürmək istəyirdi və burada ana deyir ki, hayır, sən bana eldinci iltica, söz vermişəm, dönməm, sözümdən asla. Öldürmək yox, belə deyək də. Deyir, mənə deyir, işarə verəcəksən. Burada bir Murad sanki belə tərəddüd içində qalır ki, mənə işarə verəcəksən və belə qorxmaq deməyim, sanki belə şübhəli qalır və bu zaman ana deyir ki, hayır, sən bana edincə iltica, söz vermişəm, dönməm sözümdən əsla. Yəni sənə nişan verməyəcəm. Daha sonra 51-ə baxdıq, 52-yə baxaq. Eyni Venn diaqramında kəsişən hissəsinə yazıla bilməz. Qampolad, İsmət. Hər ikisi qisas almağın tərəfdarıdır. Xeyr, bunu yaza bilmərik. Elə A bəndi özü. Nəyə görə? Çünki İsmət istəyirdi almaq, intiqam almaq istəyirdi. Hətta Muradı öldürmək belə istəyirdi. Amma Qampolad deyirdi ki, mən öz intiqamımı almışam. Ona görə də o istəmirdi. Cavab olur A bəndi, amma digərlərinə də baxaq. Hər ikisi qatilin kimliyini bilir. Bəli, bilirlər. Hər ikisi eyni təbəqənin insanlardır. Bəli, uzun müddət ayrı qalsalar da sevgilərinə sadiq qalırlar. Bəli, əsərdə hər ikisinin ana ilə dialoqu verilmişdi. Bəli. Düzdür, bəzi suallarda düşür ki, Qampolad artıq ölür və ana ilə belə deyə dialoqu verilmir. Amma bu yanlışdır. Çünki o hələ can üstə idi. Yəni hələ danışa bilirdi. Həm anası ilə, həm İsmətlə. 53. Arifi və Orxanı birləşdirən xüsusiyyətlər hansılardır? Arifi və Orxanı. Hər ikisi öz nəfsinin ehtirasının əsiri olur. Arif və Orxanı. Hər ikisi öz nəfsinin ehtirasının əsiri olur. Əsərin əvvəlində hər ikisi müsbət təsir bağışlayır. Sevginin təsirlə müsbət insana çevrilirlər. Hər ikisi cinayəti birbaşa özləri edir. Əsər hər ikisinin mənəvi Xeyr. Burada cavab A bəndidir. Hər ikisi öz nəfsinin ehtirasının əsiri olur. Bəli, çünki Orxan da öz nəfsinin əsiri olur. Arif də həmçinin öz nəfsinin əsiri olur. Əsərin əvvəlində hər ikisi müsbət təsir bağışlayır. Bu Arifə aid ola bilər, amma Orxana aid deyil. Orxan elə əvvəldən mənfi təsir bağışlayır. Sevginin təsirlə müsbət insana çevrilir. Heç biri. Hər ikisi cinayəti birbaşa özləri edir. Xeyr, Arifin özü edir. Lakin Orxan Muradı elətdirir. Əsər hər ikisinin mənəvi qələbəsi ilə sonlanır. Xeyr, heç bir mənəvi qələbədən söhbət gedə bilməz. Sıranı ilə tamamlayın ki, həyata əks etdirmə üsullarının hamısı əhatə olunsun. Deməli, Hüseyn Cavid ana, Haqverdiyev bomba üsullarının həyata əks etdirmə üsulları. Deməli, Cavidin ana əsəri dramatik növdədir. Haqverdiyev bomba bu hekayədir, novella hesab olunur və bizə lazımdır nə? Dramatik növ oldu, epik növ oldu, lirik növ lazımdır. Nizami Gəncəvi Sultan Səncər və Qarı hekayədir, epik növdədir. Cəlil Məmmədquluzadə Qurbanəli bəy epik növdədir. Xətainin Dəhnaməsi epik növdədir. Dastan Əhməd Harami epik, Füzulinin söz qəzəli lirik. Oldu nə? Y bəndi. Qampolad, könlümdə qaldı həsrət. İsmət bu sözləri deyərkən nəyi nəzərdə tuturdu? Qampolada Orxanın onlara mane olacağından qorxduğunu bildirirdi. Xeyr, belə bir şey yox idi. Qampoladın get gəlməyindən gileylənirdi. Xeyr, Qampoladın ölümü ilə arzularının məhv olduğunu dilə gətirir. Bəli, qovuşa bilmirlər çünki. Cavabımız elə C bəndidir. Qampoladın get məktub məktub yazdığını bildirir. Orxanın ona hədə gəlməyindən qorxduğunu bilir. Xeyr. Demək Orxan barədə heç fikir burada onun yadında belə deyildi, yəni. Cavab olur C bəndi. Qampaladın ölümü ilə arzularının məhv olduğunu dilə gətirir. 56-ya baxaq. Deməli, Hüseyn Cavidin ana əsərinin təhlili ilə bağlı səhv fikri seçin. Niyyətini İsmətə açan Orxan ən çox şöhrətindən, varından, gücündən danışır. Bəli, və bunun qarşılığında İsmət nə deyir? İsmət deyir, mənə Qampolad lazımdır. Qampoladın mənə nə varı, nə dövləti, heç nəyə lazım deyil. Bu üzüyü məni ona bağlayır. Bizi bir-birimizə bağlayır. Qampolad öz faciəsinin səbəbini taleyində görür. Bəli, deyir, mənim qanlı taleyim, yoxsa qara taleyim, belə bir şey deyir. Səlma ana qanaqpərvər, mərcə məğrur qadındır. Bəli, bunu biz hər cəhətdən görürük. Səlim dostluqda sədaqətlidir. Bəli, çünki sona qədər belə deyək, o intiqam almaq istəyir. Murad xilas olmaq üçün anadan mərhəmət istəyir, ayaqlarına düşüb. Xeyr, belə bir şey yoxdur. Qətiyyən belə bir şey yoxdur. Dediyimiz kimi Murad
Anadan mərhəmət diləmir. 57-yə baxaq. 57. Hüseyn Cavidin ana əsərinə əsasən xarakterlər xəritəsindəki heç bir xanaya yazıla bilməz. Ana, əməli, xarakteri və nitqi. Deməli, sadiqdir, qonaqpərvərdir, doğrudur. Qonağın qatil, bu deməli onun nə idi? Xarakteridir. Qonağın qatil olduğunu bildikdən sonra da verdiyi sözün üstünə durur. Bəli, bu da onun əməlidir. Humanist düşüncələrə malikdir. Bəli. Mən nə yapdım, nə günah işlədim, durduğum yerdə mən nə xəlt elədim. Bu Muradın dilindəndir. Bu ananın dilindən deyil. Mən nə yapdım, nə günah işlədim, durduğum yerdə mən nə xəlt elədim. Hansı ki Muradın peşmanlığını bildirir. Yetər, get, durma, get, haydi, çəkil, get, artıq savuş, durmaq vaxtı deyil. Bunu ana Muradın, belə deyim, gedəndən sonra arxasıca deyir. Onun nitqidir. Hansı ki Murad dönüb arxaya baxır, o da amda deyir ki, get deyir, durma, get, haydi, çəkil, get, artıq savuş, durmaq vaxtı deyil. Deməli, bu da ananın nitqi oldu. Cavabımız oldu D bəndi. Verilmiş misralarda hansı bədii təsvir vasitələri işlənibdir? Deməli, belə deyir ki, oğlum Yusif kimi həbsə düşmüşdü. Şükür, qurtulmaq xəbəri yetişdi. Oğlum Yusif kimi həbsə düşmüşdü. Yusif kimi. Burada təşbihdən istifadə olunmuşdu. Şükür, qurtulmaq xəbəri yetişdi. Bəli, və bədii təsvir vasitəsi deyirsə, cavabımız olur C bəndi. 59-a baxaq. Rəhimov Mehman povestində qaloşlu adam ifadəsini prokurorluğun əsl simasını gizlədərək şər əməllər törədən xidmətçi olan qoca haqqında işlətmişdir və beləliklə yaratmışdır. Nə yaratmışdır? Bir dəqiqə. Süleyman Rəhimov deyir, Mehman povestində qaloşlu adam ifadəsini prokurorluğun əsl simasını gizlədərək şər əməllər törədən xidmətçi olan qoca haqqında işlətmişdir və beləliklə, deməli qoca adam, qaloşlu adam deyəndə əslində burada metonimiyadan istifadə edir. Qaloşlu adam prokurorluğun əsl simasını gizlədərək şər əməllər. Biz bilirik ki, metonimiya nədir? Metonimiya sanki belə deyək, gizli mənanı özündə göstərir. Necə deyirlər? Məsələn, metonimiyada tutalım, deyirsən ki, məsələn, Bakı danışır. Bakı burada danışır deyəndə və yaxud Bakı danışmır ki, ümumiyyətlə, yəni Bakı şəhərində olanları deyir və yaxud da deyirsən ki, el ayağa durdu və yaxud da deyirsən ki, necə deyək, sinif danışır. Yəni burada artıq sinifi yox. Sanki bir hərəkət digər. Deməli, sanki bir hərəkət digər hərəkəti belə deyək, əvəz eləyir, ümumiləşdirir. Belə metonimiya. 60. Hüseyn Cavidin İblis əsəri ilə bağlı səhv fikri müəyyən edin. Arif ilk səhnələrdən həqiqət axtarıcısı, həyatı dərk etməyə çalışan bir gəncdir. Doğrudur. Arif altın və qurşun sınağından təmiz bir mənəviyyatla çıxa bilmir. Kamil insana çevrilə bilmir. İnsana çevrilir. Nə deyir? Deyir, Arif altın və qurşun sınağından təmiz bir mənəviyyatla çıxa bilmir. Kamil insana çevrilir. Düzdür, çıxa bilmir və burada kamil insana çevrilmir. Bu yanlış fikirdir. Elə 60-da cavabımız olacaq B bəndi. Yarıya qədər düz gəlmişdi. Arif altın və qurşun sınağından təmiz və mənəviyyatla çıxa bilmir. Bu çıxa bilmirsə necə kamil insan olsun? Arif haqq ədalət yolundan döndərib çirkin ehtiraslarının qoluna çevirən iblis mifik obrazda düzdür. Əsərin sonunda verilən iblisin monoloqu ədəbin fəlsəfi düşüncələrinin yekonudur. Bəli, fəlsəfi düşüncələr mələyin simasında, mələyin nitqində özünü göstərir və burada isə yekun vurulur. Müharibə əleyhinə yazılmış bu əsərdə real müharibə səhnələri yoxdur, doğrudur. Ana əsəri ilə bağlı səhv fikri seçin. Əsərdə Orxan həm müsbət, həm də mənfi cəhətləri ilə seçilir. Ümumiyyətlə bu yanlışdır. Çünki Orxanın belə deyək, müsbət bir şeyin görə bilmirik. Əməlin görə bilmirik. 2-də deməli nə deyir? 2-də deyir ki,
Qanpolad əvvəldən sona qədər öz tərzini dəyişmir. Qanpolad əvvəldən sona qədər öz tərzini dəyişmir. Bu doğrudur. Orxan Qanpoladı öldürmək istəsə də eyni sinifin insanlarıdır. Orxan deyir Qanpoladı öldürmək istəsə də eyni sinifin insanlarıdır. Xeyr, eyni sinifin insanları deyil. Ona görə ki, Orxan elə əsərin əvvəlində nə qədər İsmətə öz varından, dövlətindən danışır. Yəni eyni sinifin nümayəndələri deyirlər. 1, 3. Ana qatilə bağışlamır, onu evdən qovur. Bu yanlışdır. Çünki ana qatilə bağışlayır və ona belə deyir, kömək eləyir. Hətta ona yol göstərir, kəndin gizli yolunu göstərir. Qanpolad və Səlma ana İsmətdən fərqli olaraq qan tökmələrinə razı olmur. Səlma ana İsmətdən fərqli olaraq, bəli, İsmət qan tökmək istəyir. Nəyə görə? Muradı öldürmək istəyir, qisas almaq istəyir. Lakin Qanpolad isə buna razı deyil, Səlma ana da razı deyil. Cavabımız olur nə? 1, 3 və 4. 62-yə baxaq.